İran Azərbaycanla bütün sahələrdə strateji əlaqələrin olması üçün səy göstərəcək. Bu barədə İran prezidenti Məsud Pezeşkiyan Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında danışıb. O qeyd edib ki, iki ölkə problemlərin birlikdə danışıq yolu ilə həll eləyə bilər. Bir-birimizin ərazi bütövlüyünə qarşılıqlı hörmətlə region ölkələri olaraq əlaqələri gücləndirə bilərik. Yollar və maliyyə kanalları aça bilərik. Bu yolla bir-birimizə kömək eləyərik. İstehsalçılarımız birgə çalışa bilərlər. Bizim aramızda başqalarının ixtilaf yaratmasına imkan verməməliyik, deyə Məsud Pezeşkiyan açıqlamasında bildirib. Qeyd eləyək ki, İran prezidenti Məsud Pezeşkiyan yaxın zamanda yenidən Azərbaycana səfər eləyəcəyi barədə də açıqlama verib. O qeyd eləyib ki, yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam. Burada mən özümü yad hiss eləmirəm. Hazırda İranda baş verən partlayışa görə çox qala bilmirəm, deyə İran prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.